İmam Sadiq Aleyhisselam buyurur: "Men qara'al Kur'ane ve huve şabun mu'minun halata beşeruhu lahmel Kur'an." Mənasını bu cür tərcümə eləyiblər ki, hər kəs cavanlığında Kur'an oxuya və mömin ola, onun əti qanı Kur'anla, belə deyək də, Kur'anla yoğrular. Yəni Kur'an onun canına, qanına hopar. Çox gözəl hədisdir, məxsusən də cavanlara, gənclərə. Niyə Kur'anla bizim ünsiyyətimiz olmağı zəruridir? Bu ki, yaşayışımızda görürük bunu. Əvvəllər insanları, cəmiyyəti, məxsusən də cavanları İslamı bir dənə cəfəngək kimi qələmə verirdilər. Cəmiyyəti İslamdan uzaqlaşdırdılar ki, bu yəni cəfəngətdir, bir dalda qalmış dindir. Bu tərzdə, bu təfəkkürdə cəmiyyəti uzaqlaşdırdılar. Amma bu günləri düşmənin, məlun düşmənin taktikası dəyişib və yaxşı da bir taktikaya keçiblər. Yaxşı o cəhətdən, onların, belə deyək də, düşüncəsi cəhətdən desə. Nədir? O ki, insanlar istəyir İslama əl tapalar, ondan dəyərlənələr, o dəyərlərə əl çatmağı qabağını alırlar. Niyə cavanlarla məxsusən? O cavanın, gəncin batini, mənəvi ruhiyyəsi, ruhu, qəlbi mümbit bir dənə torpaqdır. Özdə məxsusən Allah o toxumu turluya. Bir toxuma 1000 dənə cücərə. Ona görə cavanlara, gənclərdə daha da çox tövsiyə olunur ki, Kur'anla üns tapaq.